İstiliyi zəif olan evdəki radiatorlardan birinin içərisi yuyulur. Xüsusi kompresor vasitəsilə onun içərisində olan və illərdir dəyişməyən paspurtu çıxarılır. Havalar soyduğundan artıq bəzi ev sahibləri evlərinin kombi sistemini və radiatorlarını bu cür təmizlədirlər. Hazırda evdə ən az istilik verən radiatorun sisteminin təmizlənməsi prosesi həyata keçirilir. Görürük ki, həqiqətən də sistemdəki çiçək həddindən artıq çirklidir və içərisində müəyyən əflər var. Bu isə radiatorun istilik effektini kifayət qədər aşağı salır. Bu tam təmizləndikdən sonra istilik tam şəkildə bərpa olunacaq.